salam çoxu. Bugün sizə Dəhşət TV onun dəhşətlərimizi göstərəcəyik. Bir gün adam yolda gedərkən yerə düşdü. Efendim yaxşısınız? Əlinizi mənə verin, tez olun. Qalxın. Xəstəxanadır, tez olun. Adam bir ay yoğun bakımda qaldı. Bir ay sonra isə yoğun bakımdan çıxdı. Anlatabilir misiniz? Kemer arkası. Efendim bize nətə yıkıldınız deyə bilər misiniz? Efendim bize nətə yıkıldınız Kemer deyə bilər misiniz? arkasından sonra. Belə qaççı, belə özüm üçün düşmüşdüm həyətə. Məni dostlarımla gülmək tuturdu, gülürdüm belə ha ha ha. Sonra arxamıza bir dənə it düşdü. Yekə it idi. Belə qaçdım, ayağım burxuldu, dudum, yerə yıxıldım. Və bundan sonra məni xəstəxanaya apardılar, yoğun bakıma götürdülər və bir ay sonra çıxdım. Evet efendim Dəhşət TV'nin sonuna geldik ve kanalımıza abone olmayı, like atmayı unutmayın. Sağ olun.